Hər salamlar. Bugün sizlərlə birlikdə çevrənin uzunluğunu biz keçəcəyik. İlk növbədə mən sizdən yenə deyirəm, eyni ilə bir çox videolarımda demişəm. Bilmədiyiniz qayda, tapşırıq falan olsa kommentlərə yazarsınız. Mən hər birini cavablandıracağam. Və indi sizlərlə birlikdə çevrənin uzunluğu qaydasını keçəcəyik. İlk növbədə çevrənin nə olduğunu bilməlisiniz ki, eyni ilə uzunluğu da bilməlisiniz. Çevrə ilk növbədə bir çox dairələr çoxluğuna çevrə deyilir. Dairələr çoxluğu siz yəni bilmirsiniz nə deməkdir dairələr çoxluğu. Məsələn, biz çevrə çəkəndə ilk növbədə siz yumru bir çevrə çəkirsiniz. Ancaq bu eyni ilə o dairəni çəkəndə biz məsələn bir dairə çəkirik və biraz dairəm əyri oldu və burada bir çox nöqtələr olurdu eyni ilə bunun içində və bu da nöqtələr çoxluğu adlanır və bu çevrənin özünün bir açıqlaması, bir izahı deməkdir. Və çevrə dairələr çoxluğuna deyilir. Çevrənin uzunluğu olur. Eyni ilə çevrənin uzunluğu çevrənin bir tam bu səthinin bu özünün bu xəttinin uzunluğu deməkdir. Buradan başlayır. Bu qədər uzunluğu çevrənin uzunluğu deməkdir. Çevrənin uzunluğu C kimi yazılır və C bərabərdir 2 pi r deməkdir. Burada 2 pi r-in mənasını və 2-nin nə üçün olduğunu da deyəcəyik. İlk növbədə bir dənə çevrə çəkək. Bu çevrənin biz bilirik ki, mərkəz nöqtəsi olur və bu mərkəz nöqtəsindən, bu nöqtədən çevrənin üzərindən keçib digər nöqtəyi birləşdirən nöqtə diametrdir. Yəni bu diametr adlanır. Radius isə yəni çevrəni keçmir. Çevrənin yalnız bir tərəfini birləşdirir. Bu da radiusdur. R və D kiçik R və D kimi işarə olunur. Yəni 1D də bərabərdir. Yəni diametr də bərabərdir 2R-ə. Çevrənin uzunluğunu da tapanda 2 pi. Pi burada pi hər zaman ilk növbədə onu da deyək ki, pi hər zaman bərabərdir 3,14-ə. Bu da riyaziyyat aliminin, yəni 3-cü ay 14-ü anladın olduğunu bildirir. Bu isə martın 14-ünə düşür və riyaziyyat günü kimi qeyd olunur Azərbaycanda. Ona görə 3,14 adlanır. Bunun adı da pi deməkdir. Bunu da bura qeyd eləyim. Bunun özünün ayrı adı pi adlanır. Eyni ilə çevrənin vətəri də olur. Vətər çevrədə nəyə deyilir? Məsələn, bir çevrə çəkirik. Çevrənin mərkəzidir bu. Bu çevrənin məsələn mərkəzi dəymir heç zaman vətər. Tutaq ki, buradan beləsinə bir şey çəkirik. Bu parçanın adı vətər adlanır. Vətər. Yəni vətər çevrənin istənilən iki nöqtəsini birləşdirən uzunluğa, parçanın uzunluğuna vətər deyilir. İndi burada qaydaları bir-bir buraya köçürüb, indi yenə davam edirik. Qaydanı da yazdım eyni ilə. Vətər çevrənin istənilən iki uzunluğunu birləşdirən parçadır. Eyni ilə yenə çəkim. Məsələn, tutaq ki, burada bir çevrədir. İstənilən iki uzunluğu da məsələn bu, tutaq ki, belə və yaxud belə. Yəni istədiyiniz cür bir uzunluq ola bilər. Yəni və eyni ilə çevrədə vətər istədiyiniz qədər ola bilər. Yəni istədiyiniz qədər. Eyni ilə məsələn bir çevrənin uzunluğuna dair bir məsələ, bir misal yazaq. Tutaq ki, r bərabərdir 5. Biz C-ni buradan tapmalıyıq. Burada biz bilirik ki, pi də bərabərdir təxminən 3,14-ə. Bunu siz yuvarlaqlaşdırıb da eləyə bilərsiniz, belə də eləyə bilərsiniz. İndi biz qaydanı təzə keçirik deyə 3,14-lə hesablayaq. Burada biz C-ni tapmaq üçün C bərabərdir 2 pi r-ə. Burada da bərabərdir 2 vurulsun pi bilirik 3,14. Vurulsun r də 5'dir. Vurulsun da 5.
Burada bərabərdir 6,28 vurulsun 5. Bu da bərabərdir 8'i 5'e vurulanda 0, 4 yadda, 10, 14, 4 yazılır. 1 yadda, 31, burada da 2, bu da 4. Yəni 31 tam onda 4 eləyir bunun cavabı. Yəni C bərabərdir 31 tam onda 4 eləyir. %14 yazdım, onda 4 eləyir. Onda 4. İndi diametri tapaq. Bura bir ulduz qoyuram. Yəni bu bir məsələ idi. İndi diametri tapaq. Diametr, daha doğrusu diametr verilirsə, diametr bərabərdir 3. Burada da R-i tapmalıyıq və C-ni tapmalıyıq. İlk növbədə biz bilirik ki, D bərabərdir 2R-ə. Burada da D bərabərdir 3 olarsa, yəni 3 bərabərdir 2R. R də bərabərdir 3 bölünsün 2. Burada da R bərabərdir 1 tam onda 5'dir. Yəni birinin cavabını aldıq. İndi C-ni eləyirik. C-də bərabərdir 2 vurulsun pi vurulsun R, daha doğrusu 3 tam %14 yazacaqdım. R eləyir. Burada da biz bilirik ki 2 ilə eyni ilə 2 burada olduğu kimi var. Burada da diametr 3'dür. Burada da pi bərabərdir 3 tam %14'də və biz burada R ilə tapırıq da hər zaman. Burada diametri olsa da biz bunu 2'ye bölüb R ilə yazacağıq. Vurulsun 1 tam onda 1 tam onda 5'ə. İndi burada mən 3 kimi yazım. Gətir 3 tam %14 nə yazanda qarşı bir ədəd alınır. 6 vurulsun da 1 tam onda 5. Bu da bərabərdir 0 yazılır. 3 yadda 90. Burada da bir vergül var idi. Yəni bərabərdir 9'a. Buranın da cavabını aldıq. C bərabərdir 9. Bu da bərabərdir 1 tam onda 5'ə. Bu qədər asandır çevrənin uzunluğu qaydası. Yəni bilmədiyiniz bir şey olsa kommentlərdə yazarsınız və mən də izah eləyərəm. Sağ olun, görüşəndək. Kanala abunə olub like atmağı unutmayın.